Məsələ 3. Tənliyi həll edin. Sol tərəfdə belə bir ifadə verilib, bərabər 1/2025-ə. Həll edin. Göründüyü kimi tənlik kökaltı ifadələrdən ibarətdir, rasional tənlik kimi baxmaq olar və məxrəcdə x olduğundan x fərqlidir, 0 olmalıdır. Surətdə alırıq. Kökaltda mənfi x var. Kökaltda mənfi x-in mənası olması üçün cüt dərəcədən. Onda mənfi x böyükdür, 0 olur. Bərabərlik ona görə yazmırıq ki, fərqlidir 0-dan. Buradan da çıxır ki, x kiçikdir 0 olmalıdır. Və eyni zamanda kökaltda x kvadratı bilirsiniz ki, belə bir eynilik var, bərabərdir modul x-a. Və bu da verir x, mənfi x böyük 0 olduğundan bu da verir mənfi x. Bunun tənliyi sol tərəfində nəzərə alıram. Onda olacaq, bu ifadə verdi mənfi x-i. İkinci ifadədə gördüyünüz kimi mənfi x verdi. Və bölək 2x kvadratı. Bu bərabərdir 1/2025-ə. Buradan alıram. Surətdən alırıq. Mənfi 2x bölək 2x-in kvadratı bərabərdir 1/2025. Buradan da aldım 2'lər ixtisar, x-in biri ixtisar oldu və qaldı. Aldıq ki, mənfi 1/x bərabərdir 1/2025-ə. Sonda nəticədə alıram x bərabərdir mənfi 2025. Beləliklə verilən irrasional tipli tənliyin kökü həlli x bərabərdir mənfi 2025 olur.